təkəbbürlük insanı qəzəbə vadar eləyir. Yəni təkəbbürlük sənin qarşına çıxan hər bir şeyi, nəfsin istəklərinə qarşı çıxan hər bir şeyi yox etməyə çalışırsan. Hər bir maneəni aradan götürməyə çalışırsan. Ona görə təkəbbürlü insan qəzəbli olur. Niyə? Çünki təkəbbürlü insan özünü digərlərindən üstün bildiyi üçün öz təkəbbürünü, kibrini ilə ifadə edir? Qəzəblə ifadə edir. Məsələn, bir misal deyim. Məsələn, abidin qəzəblənməsi nə cürdür? Abid də qəzəblənəndə cahil insanın qəzəbləndiyi kimi qəzəblənmir. Abid qəzəblənəndə deyir ki, mən Allahın bəndəsiyəm. Mən Allah yanında məqama sahibim. Elə bir dua edirəm ki, nəslin məhv olur. Kökün kəsilir sənin. Bu nə deməkdir? Bu heç bir məqama çatmır. Yəni bu öz Allahın yanında özü üçün bir dənə dəyər qazanıbdır ki, bu iman sahibidir, böyük məqamdır. Sanki Allahu Teala bunun hisslərinə və duyğularına tabedir. Bu Allahın deməli Allahın da ölçüsü bunun ölçüsü iləndir. Bu elə dua etdiyi zaman həmin insan məhv olacaq. Tanış hadisədir o. Bəli. Elə bir dua edərəm ki, deyir, yox olarsınız məsələn. Bu əxlaqi bir rəzalətdir. Yəni bu kibirdən doğan, təkəbbürlükdən doğan bir rəzalət. Bu rəzalətini nə yaradıb? İnsandakı olan özünə fəzilət adı. Mən Allahın yaxın bəndəsiyəm, mən ibadət eləmişəm, mənim məqamlarım var. Bir də görürsən harda deyil baş verir. Əhməd Qəzali, daha doğrusu Əbu Hamid Qəzali misal çəkir. Deyir ki, tutaq ki, məsələn, ibadətin yaratdığı kibir özünü harda göstərir. Məsələn, insanlar bir dəstə yığılırlar, birə gecə ibadətinlə məşğuldurlar. Hamı ibadətdən yorulur, bu yorulmur. Bu ibadətdədir. Elə bilir ki, Allah üçün ibadət edir. Amma içindəki bir duyğu bax, sən yorulmadın. Gördün, bunlar Allaha ibadət etməkdən yoruldu. Amma sən yorulmursan. Sən ibadətin şirindən ləzzət alırsan. Şeytan gəlir yaxınlaşır, illiqa eləmə başlayır. Görürsən, ey Əbdürrəhman. Görürsən, hamı getdi, yatdı. Amma sən ibadətdəsən. Gör, bunların Allaha olan eşqinə qədər, sənin Allaha olan eşqinə. Afərin sənə, əhsən. Özü özünə afərin deyir. Bu afərin olma dediyi zaman artıq kibirdir də. Yəni, mən onlar aşağıdır, mən üstünəm. Bu onu göstərir ki, ibadətlər etdiyimiz zaman, yəni təqvaya sahib olan zaman insan özünə çox diqqət eləməlidir, fikirləşməlidir. Xeyr, qazandığı məqamlar heç birisi üstün məqam deyil. Ona görə də insan möminlərlə müqayisə etdiyi zaman həmişə özünü aşağı bilməlidir. Həmişə deməlidir ki, digərlərinin imanı məndən üstündür. Digərlərinin təqvası məndən üstündür. Heç vaxt deməməlidir ki, mənim təqvam ondan. Hətta təqvada üstün olsa belə, özü ilə digər mömini müqayisə etdiyi zaman onları üstün bilməlidir. Onlara qarşı hüsn-i zənni olmalıdır. Özünə qarşı sui zənni olmalıdır. Niyə? Nə səbəbə görə? İnsan özünə qarşı sui zənni olmalıdır. Niyə? Çünki insan ona görə, başqasına görə hüsn-i zənni olmalıdır, sui zənni olmamalıdır. Çünki nəfs elə bir şəkildə yaradılıb ki, başqalarının əməllərinə həmişə sui zənninlə yanaşır. Öz əməllərinə həmişə hüsn-i zənninlə yanaşır. Ona görə sən bilmirsən ki, həqiqətən bu keyfiyyət səndə var. Ya sənin nəfsin sənə bunu deyirsən, belə yaxşısan. Məsələn, bir alim bir dəfə danışdı, deyir ki, bizlər elə bir şəkildə tərbiyə eləmişik özümüzü, bir-iki dəfə gecə namazında dururuq, artıq özümüzü elə hesabdır ki, mələk indi gələcək bizlə söhbət eləməyə. Yəni, insan bu cür fikirləşir ki, gecə namazını bu qılırsa, deməli, bu adam möhtərəm bir dənə bəndədir, Allah yanında artıq mələklərlə oturub durmalıdır. Adi insanlarla, adi günahkarlarla, yəni, sübh namazına belə yatıb qalan insanlarla bu bir yerdə otura bilərmi? Bir yerdə dura bilərmi? Yəni, ibadətin yaratdığı kibir odur. Ona görə deyir ki, ey bəndə, İmam Əhl-i Beytdən hədislər var, yəni hədislərin məzmununu mən danışıram. Deyir, ey bəndə, bəzən sənin günahın ücübdən sənin üçün xeyirlidir. Kibirdən sənin üçün xeyirlidir. Niyə? Çünki günah etdiyin zaman hey öz nəfsimin alçaq olduğunu görürsən. Və ey tövbə eləməyə çalışırsan, Allah'a yalvarır. Əslində Allahın qarşısına zəlil olursan. Günah səni Allahın qarşısına zəlilana bir şəkildə gətirir. Ayıldır səni. Bəli, ayıldır səni. Amma ücüb və kibir elə bir bəladır ki, özdə həmin ücüb və kibir müqəddəs işlərdən doğarsa. Müqəddəs işlərdən doğan ücüblə kibir, adi işlərdən doğan ücüblə kibirdən fərqlidir. Müqəddəs işdən doğan kibir insanı daha çox aldadır. Niyə? Çünki işin özü də müqəddəsdir. İnsanlar da bunu təqdir edirlər. Hey, qulağı səs gözləyir ki, bunun haqqında gözəl sözlər desinlər. Filan kəs, heç vaxt filan şey görmür. Bu təqva sahibidir. Bu bizim şeyximizdir. Bu böyük əbədir. Bu qədər bizim, deməli, bunun haqqında, ibadət etməsi haqqında, təqvası haqqında, imanı haqqında o qədər bunun qulağına sözlər gəlib çatır ki, bunun haqqında, bunun qeybində danışırlar axı.
Yəni insan həqiqətən bir şeylə %100 zahir olursa, bir yaxşılıqla, düşmən də onu pisləyə bilmir. Təsəvvür edin ki, bir şey %100 yaxşıdır. Elədir, heç bir nöqsan tapa bilmirik, elə deyilmi? O zaman onu pisləyə bilərik? Yox. İndi bir insan da təqva ilə, imanla, ibadətlə %100 yaxşı görünürsə, heç bir şey tapa bilmiriksə, nə tək olanda, nə o cəmaatda heç bir, o zaman tərif etməyə başlayır, elə deyilmi? Bu təriflər bunun qulağına çatır ya yox. Çatdığı zaman başlayır nəfsini bəyənmək, bəyənir. Bəyənən zaman nəfsini bəyənmək bir dənə bəladır. Onun ardında başqa bir bəla gəlir. Nəfsini bəyənəndən sonra başlayır özünü digərinə müqayisə eləməyə. Filan kəs də ibadət əhlidir, mən də ibadət edirəm. Görürsən, o özü ilə bacara bilmir. O nəfsi ilə bacara bilmir. O gözü ilə bacara bilmir. O dili ilə bacara bilmir. O qulağı ilə bacara bilmir. Düzdür, Həzrəti Əli əleyhissalam deyir ki, "Ma ra'aytu 'abdan yattaqi taqvan və tanfa'uhu min taqvahu illa an yaxsuna lisanahu." Düzdür, Əli əleyhissalam deyir ki, mən elə bir təqva saxlayan insan görmədim. Elə bir təqva riayət edən insan görmədim ki, təqvasından xeyir götürsün dilini qorumadan. Düzdür, bunu deyir Əli əleyhissalam. Deyir ki, dilini qorumadan, təqvasından bir nəticə əldə edən insan mən görmədim. Amma bu ona əsas vermir ki, sən dilini qoruduğun zaman özünü ondan üstün biləsən. Deyəsən ki, o çox rəzil insandır, mən çox üstünəm və fəxr eləyəsən bu əməllə. Allah innallaha la yuhibbu kulla muxtalin fəxr. Allah heç bir fəxr edənləri, bəyənənləri sevməz. İstərsən yaxşı işlə özünü fəxr elə, istər pis işlə. Yəni sənin fəxr mənbəyin nə olması önəmli deyil, bu halın olması önəmlidir. Bu keyfiyyətin qazanılması önəmlidir ki, bu keyfiyyət səni Allahın dərgahında nə edir? Endirir. Ona görə də necə ki elm adamları, burada görürsən ki, elm adamlarının bəlası daha çoxdur. Yəni yadda saxlayın ki, elm adamları, elmlə məşğul alimlər, alimlərin hesabı daha ağır olacaq. Niyə? Çünki alimlər vardır ki, həqiqətin axtarmaq ki, məqsədi həqiqəti axtarmaqdır. Amma bununla yanaşı həm də nə var? Gedir gecə gündüz bütün kitabları oxuyur, kitabxanaları gəzir. Elə məlumatlar əldə edir ki, heç bir insan o məlumatları əldə edə bilməz. Gəlir münazirələr eləyir insanlarla. Və ətrafdakılar baxırlar, heyrətə gəlirlər ki, bu makro dünyadan danışır, mikro dünyadan danışır, coğrafiyadan deyirsən danışır, tibbdən deyirsən danışır, əqaiddən deyir, hər şeydən danışır. Bu nə dəryadır? Bu nə böyük bir dənə şəxsiyyətdir? Bu qədər elmi necə öyrən? Hətta qibtə eləyirlər onun qarşısında ki, sən bu qədər elmi necə qazanmısan? Və bu səhər gedir yenə başlayır dərin araşdırmalar. Şeiriyyatı gedir öyrənir, nə bilim, tarixi gedir araşdırır. O qədər bu elə bilir ki, həqiqəti axtarmaq ardıcadır. Amma başa düşmür ki, nəfsi onu eləyir. Hey, başlayır eləməyə, bu işlərə təhrik eləməyə. Sən qalib gəlməlisən, sən hamıdan alim kimi tanınmalısan. Sən hamıdan üstün olmalısan. Bax, bunu elmindən xəbəri olmayan insanlar bu şeyi təqvadan edirlər. Axtarırlar. Təqva ilə istəyirlər özlərini göstərsinlər ki, bax görürsən, mən təqvası ilə fəxr edən insanlar var. Kasıblığı ilə fəxr edən adamlar var. Rəzalətdir bu. Bir insan kasıblığı ilə fəxr edirsə rəzalətdir. Yəni deyir ki, mən kasıbam, amma heç vaxt əyilmirəm kimsənin qabağında. Və bunu özünə fəxr bilir və digər insanları neyir? Aşağılayır o keyfiyyəti ilə. Bu da Allahın bəyənmədiyi. Ümumiyyətlə, bir şeylə insan fəxr edərsə, fərq eləməz nə olur olsun. Fəxri Allah bəyənmir. Yəni fəxr odur ki, sən nəfsini buna aid elədin və nəfsini üstün bildin. Ona görə ibadət çox önəmlidir. Bu məsələlərdə insan diqqət eləməlidir. Ona görə də ki, o qədər bir şəxsiyyətlər olublar ki, onlara deyəndə ki, sənin dualarına görə Allah bərəkət nazil eləyir. Onlar deyir, əstəğfirullah. Bəlkə də mən sizin sənizdə Allahın pis bəndəsiyəm. Siz nə bilirsiniz ki, mən hansı duyub, bəlkə ola bilsin, mənim heç bir günahım yoxdur. Amma günahdan böyük əməlim ola bilər. Nə? Üçüb. Kibir günahdan böyükdür. Sən istənilən Allahın bir bəndəsini kibirlənməyən, ona görə Əli əleyhissalam deyir ki, əl-kibru ət-təkəbburu ələl-mütəkəbbir ibadət. Bu istisnadır. Təkəbbürlük edən insanın qarşısında təkəbbürlük günah deyildir. Təkəbbürlük deyilsə ibadətdir. Kibirlənməyən insanların qarşısında kibir göstərmək nədir? Günahdır. Yəni, əslində bu onu göstərir ki, sən tərbiyə olunmamısan. İstənilən insanın qarşısında kim olur olsun mövqeyindən, hansı məqamda olsun, Allahın həqiqi bəndəsi o bəndədir ki, kibri tamamilə içindən götürüb çıxarır.
təvazökar olsun. Ona görə Mövlana deyir ki, təvazökarla torpağa bənzəmək lazımdır. Bizə torpaq, yəni torpaq bizi saxlayır hamımızı, amma hamımızın ayağının altındadır. Amma kibirdə oddan qorxmaq lazımdır. Od kibirlidir. Niyə? Od yuxarı qalxır. Qalxır yuxarı. Od sərkeşdir. Sərkeş farsça yəni üsyankar deməkdir. Od üsyankardır. Od neynəmir? Ram olmur. Təkəbbürlü insan oda bənzəyir. Təvazökar insan kimə nəyə bənzəyir? Torpağa bənzəyir. Yəni təvazökar insan o qədər öz hisslərini, duyğularını, o qədər düşüncələrini tərbiyələyib, bu insan torpaqdır sanki. Amma yenə burada da, yəni təvazökarlıqda da mən həddi qorumaq lazımdır ki, insan üzünün suyunu da axıtmamalıdır. Yəni həddi gözləməlidir. Yəni elə eləməməlidir ki, hamı onu tapdalasın. Elə də eləməlidir ki, hamı ondan əmin olsun ki, yəni bu mənə qarşı heç vaxt kibirlənməyəcək, heç vaxt təkəbbürlənməyəcək. Yəni insan bu təvazökarlıqda son həddə çatmalıdır, amma ifrata varmamalıdır. Təvazökarlığın bir həddi var ki, yaltaqlığa çevrilir artıq. Olmaz o. Yaltaqlıq təvazökarlıq deyil. Yaltaqlıq sən şəxsiyyəti sındırmaqdır. Ona görə deyir ki, Əhl-i Beytdən hədislər var. Mən Peyğəmbərdən də Əli Əleyhisselam deyir ki, heç kəsin qarşısında ehtiyac əlinizi uzatmayın ki, çünki ehtiyac əlini uzatmaq üzünün suyunu axıdır. Allah sənə şərəfli bilir, izzətli bilir. Ehtiyac əlini uzatdığın zaman sən neyinirsən? Həmin izzətli, üzvün suyunu axıtmış olursan. Olmaz, yəni insan özünə dəyər verməlidir. Amma özünə dəyər verməyin mənası odur ki, Allahın bəndələrinə də neynəsən? Təvazökar davranasın. Təvazökarlıq elə gözəl bir keyfiyyətdir ki, onu əvəz eləyəcək ikinci əxlaqi bir fəzilət yoxdur. Ondan üstün əxlaqi fəzilət yoxdur. Ehsandan da üstündür. Fədakarlıqdan da üstündür. Təvazödən üstün əxlaqi keyfiyyət yoxdur. Şəhidlikdən də üstün məqamdır. Niyə? Çünki ola bilsin, kibir sənə baxsın şəhidlik məqamına çatdırsın. Mən düşmənin qabağında sınmayacam. Bir nəfər Ühud döyüşündə rəşadatla döyüşürdü. Ənsardan. Sahabələr gəlib Allah Rasuluna deyirlər ki, ya Rasulullah, bu cavan, bu gənc, həqiqətən cənnəti haqq etmişdir. Gör, necə rəşadatla, fədakarlıqla döyüşür. Allah Rasulü deyir ki, xeyr, siz səhv düşünürsünüz. O insan üstün bir insan deyil. O insan rəşadatla vur, cihad eləsə də, Allah dərgahında onun dəyəri yoxdur. Deyirlər, niyə? Siz gedin, onun özündən sorursanız biləcəksiniz. Çünki o, qövm təəssübünə görə, kibirinə görə, yəni başqa bir qövm bizim qövmdən üstün olmasın düşüncəsinə görə vuruşur. Allaha görə vuruşmur. Həmin insan şəhid olmağa yaxın, təbii ki, ona da Allah rəhmətini şamil eləyərək inşallah. Yəni təbii ki, amma əsas məsələ odur ki, insanlar bundan ibrət götürsünlər. Gəlirlər, yaxınlaşırlar, deyirlər ki, sən nə yaxşı şəhid oldun, deməli, deyir, xeyr, mən Allaha görə şəhid olmadım. Mən qövm təəssübkeşliyinə görə şəhid oldum. Müsəlman olsam da, mənim içimdə o şey vardı ki, yəni Məkkəlilər bizə niyə qalib gəlsinlər? Müsəlmanlara da var da belə. Filan, məsələn, deməli, millətin nümayəndələri bizdən niyə üstün olsun? Ərəb niyə bizdən üstün olsun? Və yaxud da ki, Ərəb desin, Türk niyə bizdən üstün olsun? İkisi də mömündürlər, ha? Fars niyə bizdən üstün olsun? Bu nə deməkdir? Yəni, qövm əslində, qövmlə təəssüb etmək, ona da gələcəkdə, şöyle qövmlə, sonra gəlir qövmlə təəssüb etmək, ibadətlərdən sonra. Yəni, bir dəstə insanlar var ki, yəni onların heç bir dəyəri yoxdur. Nə yaxşı ibadəti vardır, nə elmi vardır, nə varıdı vardır, nə... Çünki həmişə kibir niyə meydana gəlir? Kibir insanda həmişə imtiyazla meydana gəlir. Bir imtiyaz olmalıdır ki, o imtiyaza sən özünə aid etməlisən və o imtiyazı özünə aid etdiyin zaman digər insanlarda bu imtiyaz olmamalıdır ki, həmin insanlarla müqayisədə neyəsən? Kibirlənəsən. Məsələn, türk olan bir insan türkə türklüklə təkəbbürlə eləməz. Sən də türksən, mən də fərqi nədir? Və yaxud da ki, İngilisə İngilis olmasına görə təkəbbür eləyə bilər, İngilis olmasına görə, mən İngilisəm. Amma İngilis ərəbə İngilis olmasına görə təkəbbür eləyə bilər. Deyək, sənin soyun ərəbdir, mənim soyum İngilisdir. İngilis ərəbdən üstündür. Necə ki, Yəhudilər Yəhudi olduqlarına görə kibirlənirdilər. Allah da onlara lənət edir ki, siz Yəhudi qövmü olduğunuza görə, milləti olduğunuza görə kibirləndiyiniz üçün Allah sizi sevir. Deməli, bir qövmə aid olduğuna görə kibirlənmək var əslən. Nəinki qövmə. Qövmün içərisində bir qəbiləyə aidlik olduğuna görə
deməli kibirlənmək var. Ailəyə aid olduğuna görə kibirlənmək var. Biz filan Şəkibay oğullardanıq məsələn biz. Biz Seyidbay oğullardanıq məsələn. Şəkixan oğullardanıq məsələn. Quranda da var desən, ölülərinə görə. Bəli, ölülərinə görə fəxr edirlər. Hətta ölülərinə görə, yəni ölülərinə görə insan ölüyə görə nə fəxr edə bilər? Yəni mənim ölüm filan kəsdir. Mən filan kəsin nəslindənəm. Yox deyə o adam həyatda deyil. Neçə il, 50 il, 100 il bundan qabaq nə olub? Məhv olub gedir. Qəbirlərimiz çoxdur. Bəli, bizim qəbirlərimiz daha çoxdur. Nəsillə neynəmək? Soyla. Yəni soylu insan, həməcə soysuz insandan neynəyər? Özünü üstün bilər. Niyə? Çünki soysuz insan da, soylu insan, soylusuz insan həqiqətdə mövcud deyil, qardaşlar. Yəni bioloji baxımdan soy və ümumiyyətlə soy məsələsi sosial məfhumdur. Bioloji məfhum deyil ki. Bir insan fəqir qara bir irqin içərisində doğulsun, ağ irqin içərisində doğulsun, ingilis içərisində doğulsun, ərəbdən doğulsun, fərqi yoxdur. Bioloji cəhətdən fərqi varmı? Xromosomların fərqi varmı? Xeyr. Hamısında 46 xromosom var. Hamısının quruluşu fərqli, dərisinin rəngi fərqli olsa da, bioloji cəhətdən bunların heç bir fərqi yoxdur. Deməli, soy, nəcabət, əsil, bunlar nədirlər? Məfhumdurlar, amma bioloji məfhum deyil. Sosial məfhumdur. Sosial məfhumlar da uydurulmuş şeylərdir. İnsanlar tərəfindən uydurulub. Sosial dəyərlər ki, yoxdur. Bunlar hamısı uydurulub. Necə ki, insanlar dövlət uydurublar, pul uydurublar, hüquq deyilən şey uydurublar. İnsanlar dindən danışmır. Din uydurma deyil, göndəriləndir. Amma bəzən insanlar dini də uydururlar. Məsələn, Mesopotamiyada ilahə İştar var məsələn. Sonra Marduk var. Hammurapi eramızdan əvvəl 1776-cı ildə 300 dənə qanun yazdırır lövhələrdə və həmin qanunları təqdim eləyəndə insanlara belə bir şey uydurur. Deyir ki, insanlar 3 dənə nədirlər? Qismdirlər. Yəni bax, soyla, nəcabətlə öyünmək budur. Yəni sən bu 3 qismdən hansı ailədə doğulursansa, bu ailənin taleyini yaşamaq məcburiyyətindəsən. Bəli, Hammurapi deyirdi ki, insanlar 3 dəstədirlər. Bunu mənə deyir, Tanrı Marduk dedi. Yox da belə bilirlər. Elə bir şey yoxdur, Marduk var, Tanrı Marduk var. Tanrı Mardukdir mənə dedi ki, yəni bu yazılar qalıbda həmin arxeoloji qazıntılar nəticəsində bunlar çıxıb. Tanrı Marduk mənə dedi ki, insanlar 3 dəstədirlər. Hər dəstəyə uyğun da qanun göndərdi mənə. İnsanlar birinci dəstə ağalardırlar. İkinci dəstə orta insanlardırlar. Üçüncü dəstə qullardır. Yəni bir dəstə insanlar heç bir hüquqa sahib deyil, quldur. Sənin mülkündür. İkinci dəstə insanlar azad fəhlələrdirlər, kəndlilərdir, aqrar insan. Birinci dəstə insanları isə ağalardırlar. Ağalar ümumiyyətlə insanların 5-6%-ni təşkil edir Hammurapiyə görə. Qalan 70, deməli 90%-i qul, qalan 10%-i orta insanlardırlar. İndi bir ağanı öldürən insanın cəzası bir qulu öldürən insanın cəzasından fərqlidir. Niyə? Çünki cəmiyyət bu cür aşılayıb ki, ağanı öldürdüyün üçün sən ölməlisən, amma bir deməli qulu və orta insanı öldürdüyün üçün sən onun əvəzində fidyə verə bilərsən və o sənə ölüm düşmür. Yəni bu insanların soyuna, yəni sən əgər bir azad kəndli ailəsində doğulmusansa, işçi ailəsində doğulmusansa, sən ağa deyilsən, ərbab deyilsən. Ona görə sən məcbursan kəndli ailəsində doğulduğu üçün onun qanunlarından yaşayasan. Qul doğulmusansa qul olmalısan, ağa doğulmusansa ağa olmalısan, kəndli doğulmusan kəndli olmalısan. Bu qanunlar indi davam edir. Yəni başqa adla. Yəni mən ziyalı ailəsində doğulmuşam. Mən səndən bir yerdə otura bilərəmmi? Mən hərbiçi ailəsində doğulmuşam. Mən elm adamı ailəsində doğulmuşam. Mən biznesmen ailəsində doğulmuşam. Mən bankirin oğluyam məsələn. Bu məfhumlar mədənələşiblər, amma mahiyyətini dəyişmirlər. Bəli, sinifləşmə vardır, təbəqələşmə vardır, kibir mövcuddur. Mən müstəydin oğluyam. Xeyrəli olursan, ol da. Mən hər şey olar. Mən eləyə bilərəm. Mən ağanın oğluyam. Sən kimsən? Sən kimin oğlusan? Sən filan kəsin oğlusan. Heç kimidir o. Fəqir bir kasıb insandır. Bir dəfə bir misal deyim. Hətta sahabələrin həyatında biz bunu görürük. Bir dəfə, amma sahabələr belə idi ki, Peyğəmbərin əxlaqını yaşadıqları üçün həmən müraqəbəyə keçirdilər. Həmən səhvlərini düzəltməyə qalxırdılar. Bir dəfə Əbu Zar başqa bir müsəlmanla mübahisə eləyir. Mübahisə zamanında
Əbu Zər qəzəblənər deyir ki, ey qara filan kəsin, qara arvadın oğlu. Bu zaman Allah Rəsulü eşidir. Deyir ki, sən o sözü deməklə, ey qara arvadın oğlu, sən onun soyunu təhqir etdin. Sən təkəbbürlü nişan verdin. Və bu Allahın qəzəbinə səbəb olan bir şeydir. Allahın bəyənmədiyi bir şeydir. Əbu Zər həmən yıxılır yerə, ayağını qoyur. O ayağının altına üzünü. Deyir ki, həmin ayağınla mənim üzümü tapdalamalısın. Çünki mən ki, səni bu sözümlə təhqir etdim, mən gərək sənin qarşında əyilməliyəm, nəfsimi sındırmalıyam. Sən ayağı mənim üzümə qoymalısın. Yəni, bu cür sahabələr bu cür davranırdılar. Bu cür hətta bir dəfə soyuyla öz soyularından fəxr edən, təkəbbürlük edən ərəblər bir-birinə fəxr edirlər. Həzrəti Salman da onların içərisində. Amma bax, belə baxanda Salman özü də soylu bir insandır. Salman özü də bir demək, kəndxudanın oğludur. Yəni, bir ailətin başçısının oğludur. Amma qaçıb evdən haqqı axtarmaq üçün gəlib Peyğəmbəri axır tapır. Neçə dəfə qul kimi satılır, amma axır Peyğəmbəri tapır. Ona görə də, qardaşlar, insanlar iki dəstədirlər. Haqqa dəvət olunanlar, bir də haqqı tapanlar. Haqqa dəvət olunanlar, biz haqqa dəvət olunanlarıq. Təkrar da. Bir də insanlarda var, insanlar içindən çıxır. Onlara dəvət lazım deyil. Onlar özləri haqqı tapmaq üçün doğulurlar. Gedir, məsələn, Salman kimi. Salman hey axtarır ki, haqq hansıdır, hansı əqidə haqqdır. Qaçır evdən, sonra gəlir Suriyaya, İraqa, neçə dəfə xristianlar tərəfindən satılır, neçə dənə xristian keşişlərin, rahiblərin köməkçisi olur, hamısını görür ki, bunların dini həqiqət deyil də. Axırda satılır, gəlir, düşür Mədinəyə. Mədinədə də onu gəlir, eşidir ki, bir Peyğəmbər çıxır. Deyir, onu tapmalıyam. Axırda Peyğəmbəri görür, Peyğəmbərə aşıq olur, danışır, görür ki, haqqı tapdı. Yəni, Salmanı Peyğəmbər dəvət eləməmişdi ki. Salman neçə min kilometr uzaqdan özü gəlib Peyğəmbəri tapdı. Üveys Qarani özü gəlib Peyğəmbəri tapdı. Heç görmədi, amma görmədən Peyğəmbərin nurundan faydalandı. Yəni bunları, qardaş, hər insanlar anlaya bilmir. Yəni məxsus dairədə danışılan söhbətlər ayrıdır. Ümumi insanlar üçün danışılan söhbətlər ayrıdır. Bəli, elə insanlar var ki, onlara demək lazım deyil. Onlar işartını özləri görürlər. Harada nə parlayır. Ona görə də soy önəmli olan şey deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm ümumiyyətlə ərəblərin təkəbbürlü olduğunu bilirdi, soyla təkəbbür etməyi. Bunlar soylarla təkəbbürlü edirlər. Hər hansı tayfadan olduğu çox önəmlidir. Sən istəsən nə qədər var dövlətin olursa olsun, əgər sənin əvvəlin soylu bir qövmdən deyilsə, ərəb qəbul etmirdi. Yəni sən nə olsun sən qazanmısan? Və də kapitalizmin feodalizmdən üstünlüyündə də buradadır ki, kapitalizm gələndən sonra bir mərtəbə feodalizmdən üstündür. Niyə? Bəzi cəhətlərinə görə təhlükəlidir, amma feodal cəmiyyətindən kapitalist cəmiyyətinin üstünlüyü nədir? Feodal cəmiyyətinə görə sən nə doğulmusansa o olmalısın. Məsələn, qutardır. Mülkədarsansa mülkədar, oğlun da mülkədar olmalıdır. Sənətkardırsa, oğlu da sənətkar olmalıdır. Dəyişə bilməz, həyat tərzini dəyişə bilməz. Dəyişsə belə qəbul olunmur. Yəni bir insan, əgər bir insan sənətkar ailəsində doğulubsa feodalizm dövründə, gedib Avropadan hələ danışıram da əsas məsələləri, bu feodalizm daha çox orada, kapitalizm, feodalizm münasibətləri, şərqdə din daha otorite olduğu üçün, iyerarxiya həmişə dinin əlində olduğu üçün, şərq başqa bir model şərqdə olub. Yəni bu iqtisadi informasiyalar yoxdur, quldarlıq, fidaizmə, quldarlıq, feodalizm, kapitalizm, sonra gəlir sosializm. Bunlar hamısı qərb cəmiyyətində formalaşan şeylərdir. Şərqdə buna uyğun, bundan fərqli bir ədalət sistemi onsuz da olub. Niyə? Çünki İslam gəldiyi üçün məcburi müəyyən dəyərlər qorunub saxlanılıb. Ona görə kapitalizm, feodalizmin bütün deməli o cəhətləri şərqdə zahir olmuyor. Ona görə şərqdə bir məsələn qul, sonra gəlir bir müəllim olurdu. Məsələn, Peyğəmbərin tabeinlər vardı, sahabələrin Qətadə məsələn, qul idi. Sonradan alim olur, təfsir ustadı. Sonra İkrimə məsələn, qul idi. Sonradan azad olur, elm sahibi olur. Nə qədər insanlar ondan dərs alırlar. Heç kəs ona demirdi ki, sən qulsan, sən qul olduğun üçün qul olmalısan, sən müəllim ola bilməzsən. Amma başqa bir cəmiyyətlərdə olsaydı bu, məsələn Yunanda olsaydı, heç vaxt o qul olub gəlib müəllim ola bilməzdi. Niyə? Çünki qulsansa qul doğulmusan, sən bu talebi yaşamalısan. Və yaxud da ki, Amerikada İngilislər Amerikanı işğal edəndən sonra 16-17-ci əsrdə Afrikadan qulları aparırdılar ora. O zaman dindarlar bunlara etiraz edir. Siz bunlarla heyvan müamiləsi edirsiniz. Niyə siz bunlarla heyvan müamiləsi etməlisiniz?
Bunlar dedi ki, bunlar insan deyil ki. Bunlar heyvandırlar. Niyə? Yarıqsan. Çünki bunlar heyvan, bunlar görürsən zibilin içində yaşayırlar, nəcislərini yumurlar. Bunlar bu cür mədəniyyətdən kənar, bunlar vəhşidirlər. Vəhşi olduqları üçün bunlar insan deyil və bunlarla qeyri-insani müamilə etməyimiz düzdür. Ona görə bir ağ dərili hələ 20-ci əsrin sonuna qədər bir qara dərillə bir yerdə oturmurdu. Əgər bir ağ qara dərili oteldə bir yerdə idisə, bir otelin hər hansı bir qatında yaşayırdısa, həmin otelin qatında ağ dərili otaq almırdı. Niyə? Çünki orada qara dərili var. Minmirdilər. Niyə? Bu zaman 16-cı əsrdən insanların beynindən olmuş, yer edilmişdir ki, bunlar aşağı, bunlar soysuzdular. Bunlar əslən insan deyirlər. Hətta dini belə bir şey uydurmuşdular ki, bunlar kimdirlər? Hamın oğlanlardılar. Ham kimdir? Nuh tərəfindən nə olub? Nifrin olunmuş insandır. Nuh ona deyib ki, sənin nəslin çox məhv olsun. Ona görə də bu bir peyğəmbərin bədduasının nəticəsində bunlar doğulublar və bunları dedi, zülm eləmək olar. Ona görə bəli, uydurma bir şey, belə bir şey yoxdur ki. Birinci bu hamdır, yafəsdir, samdır. Bunlar hamısı izah olunmaz ki, nə qədər həqiqət deyil, hələ bunlar ayrı məsələlərdir. İkinci, hamdan olub belə doğulsun. Yəni ham özü nifrin olmuş insan olsa da belə, hamın nəslindən gələnlərin nə günahı vardır? Niyə bunlar öz atalarının günahının əzabını çəkməlidirlər? Əsrlər boyu Avropalılara qul olmalıdır. İngilislərə Amerikada qul olmalıdırlar. Din adamları, xristiyan etiraz edirdilər o məsələlərə. Keşişlər etiraz edir ki, siz necə insanı bu cünə qoyursunuz? Onlara dəlil gətirirdilər ki, bəs siz özünüz demirsiniz Nuhun nifrin etdiyi ham və bu nifrin etdiyi üçün Allah bunları bu cünə qoyur. Ona görə də bunlardan heyvan, sanki atları siz niyə minirsiniz? Sual olunsa bizə. Desələr ki, siz atları niyə minirsiniz bunlara? O zaman deyəcək ki, atı Allah bu cür yaradır. Ona görə o minilmək üçündür, onun kəmalı ilə minilməkdədir. Qoyunu niyə kəsib yeyirsiniz? Bu da zülümdür, elə deyil. Bir canlının aradan getməsidir. Biz qoyunu kəsirik, kebab edirik. Bu zaman sual oluna bilər, qoyunu niyə öldürürsən? O da, çünki qoyunun kəmalı nə olmaqdadır? İnsana yem olmaqdadır. Sıraya qoymuşlar heyvan. Bəli, heyvanla əslən bir zaman Yunanda, qədim Yunan o qədər elmən inkişaf etsə də, qadına qarşı belə bir təkəbbürana mövqe var idi. Qadına qarşı. Qadın insan deyildir. Qadın səs verə bilməz. Qadın fəqət doğmaq üçündür. Qadın ümumiyyətlə söz sahibi deyildir. Qadın əgər ərdədirsə ərinin malıdır, ərdə deyilsə atasının və qardaşının malıdır. Vəzifədə olur. Ola bilməz. Mümkün qədim Yunanlar o qədər inkişaf etmiş demokratiya var idi. Qədim Yunanistanda, yəni demokratik ənənələr hamı kökə ora gedir. Məsələn, Platonun və Aristotelin hərəsinin ayrıca siyasət haqqında əsərləri var. Cəmiyyət necə olmalıdır? Hətta Aristotelin Yunanda yaşayıb da Aristotel. Aristotelin siyasət əsəri var. O siyasətdə elə şeylər izah edir ki, 2000 il bundan qabaq yaşayıb bu insan. 2500-300 il bundan qabaq. Elə bilirsən ki, sanki indiki bizim cəmiyyətim üçündür. Yəni izah edir, quruluşlar necə olmalıdır? Demokratik quruluş nədir? Onun fəsadı nədir? Sonra aristokratik quruluş nədir? Onun fəsadı nədir? Monarxiya nədir? Onun fəsadı nədir? Sonra tiranlıq nədir? Təkcə monarxiya, tiranlıq da var. Tiranlığın fəsadları nədir? Və o oxuyanda insan deyir ki, nə qədər zəkaya sahib olan bir insandır. Amma həmin insan Aristotel deyir ki, qadın bir heyvandır. Heyvanlarınızla necə müamilə edirsiniz? Qadınla da o cür müamilə etməlisiniz. Yəni, bu bir cəmiyyətdə olan kibirin, böyük bir cəmiyyətin bəlaya mübtəla olduğu kibiri göstərir. Ona görə soyla, millətlə, biz türkük, uydurma şeylərdir bunlar hamısı. Bütün insanlar hansı millətdən olsun, fərqi yoxdur. Milli bir şeylə öyünmə məsələsi yoxdur. Özdə bu Fransa inqilabından sonra meydana çıxdı milli məsələ. Ondan qabaq, bax qardaş, orta əsrlər dövründə heç vaxt milli bir şey olmuyor. Milli bir şeylə, kimliklə fəxr etmək olmuyor. Niyə olmuyor? Çünki milli bir üstünlük düşünülməyib biz. Avropada məsələn heç bir millət deməyib, biz bu millətdənik, sizdən. Həmişə nə olub? Monarxik bir rejim olub. Bir insan hakimiyyət başına gəlibsə, hamının hakimi olub. İstər o fransız olsun, qeyri olsun, fərq eləməz. Və yaxud da ki, şərqdə bir deməli millət hakimiyyət başına, məsələn, Səlcuqlar gələndən sonra, ki, İslamı qəbul edəndən sonra o boyda imperiya yaratdılar. Onlar mənə dedilər ki, siz farsınız, siz ərəbsiz, siz kürdsüz bizdən. Belə şey var idi. Bir dənə əsərdə belə siz rastlaşa bilməzsiniz ki, Səlcuq padşahları desinlər ki, bunlar biz türkük. Elə bir şey yoxdur. Ümumiyyətlə, qövmiyyətlə övünmə yox idi. Sonradan ərəbdə var idi fəqət.
Baxın, ərəbdə var, ona görə hədislər var ki, ərəblər ona görə inkişaf edə bilmirdilər ki, qavm təəssübkeşliyi vardı. Ona görə Peyğəmbər deyir ki, leysə lil-ərəbi aləl-əcəbi, heç bir ərəbin əcəm üzərində bir üstünlüyü yoxdur. Kullukum min Adəm vəl-Adəmi min turab. Hamınız Adəmdənsiz, Adəmlə torpaqdandır. Heç bir millət əslən anlayışı yoxdur. Dil anlayışı var. Müxtəlif dillərdə danışan insanlar var. Millət uydurulmuş bir şeydir əslində. Lazımdır ayrı şeydir. Milli düşüncə indi lazımdır. Niyə? Çünki bir milli düşüncə əgər bir dövrdə insanların xeyri üçündürsə, onu saxlamaq lazımdır. Amma bu onu başa düşülməlidir ki, bu nədir? Necə ki, pul uydurulmuş şeydir. Kağızdır da pul. Əgər dövlət bunu etibardan salsa, həmin kağızı yenə işlədəcək. Yox. Deməli, bu nədir? Reallıqda belə bir şey yoxdur. İnsanların xəyalında var. Elə deyilmi? Məsələn, Sovet pulları yoxdur. Dövlət sərhədləri, həqiqi sərhədlərdir, xəyali sərhədlərdir. Allah həqiqətən dövlətlər yaradıb sərhədi qoyur. Xəyali sərhədlərdir. Yəni, insan durub tutaq ki, bu ölkədən o ölkəyə keçir. Əslində Azərbaycandan keçir məsələn Türkiyəyə, elə deyilmi? Əslində Azərbaycandan Türkiyə xəyali olaraq keçir. Səhər gəlsə, Türkiyədən Azərbaycan birləşsə bir dənə ölkə olacaq. Azərbaycandan Türkiyəyə keçmə anlaşı yox. Sovettin ahsən, yəni insanların, bu dövlətlərin özü də nədir? Cəmiyyətlərin uydurduğu, sosial uydurmalardır. Ona görə də insanlar bu şeylərdən bəzən fəxr edir. Mən məsələn filan millət, filan üstünlüyə malikəm. Ona görə indi heç kəs ingilislərin qabağında öz millətinə fəxr edə bilmir. Niyə? Çünki fəxr eləmək yer qalmır. Deyirsən ki, mən Türkiyəm, o deyir ki, olsun da Türkiyəm. Çünki ingilislərin nə üstünlüyü var ki? Gəl sayaq alimlərimizi. Sizin alimlər çox. Gəl sayaq deməli şeyimizi, elm adamlarımızı, ədiblərimizi. İngilislər hər şeydə qabağa gedir də. Yəni 17-ci əsrdən sonra İngilis təfəkküründəki olan inqilab elə bir şəkildə baş verdi ki, elm sahəsi, ədəbiyyat sahəsi, incəsənət sahəsi, hərbi sahə, sənaye, dənizçilik, dövlətçilik, ailə hətta. Bütün Avropa məhv olur, amma İngilis ailəsi dağılmır. Təsəvvür edirsiniz? Avropada bütün ailə sistemi dağılıb, amma İngiltərədə yox. İngiltərədə hələ 4-5-dən az uşağı olan yoxdur. Deməli, bunlar təbliğatın nəticəsidir. Təbliğat edirlər ki, ona görə də bir İngilis durub İngilisindən soyunan fəxr eləyə bilər, amma İngilisin qabağında yox. Kimin qabağında fəxr eləyəcək? Başqa bir millətin. Hindin qabağında fəxr eləyə bilər ki, hələ indi də Hindistanda kasta sistemi həqiqət tapır. Kasta nədir? Yəni, sən hansı kastadansan da, sən məsələn o biri kasta ilə evlənə bilməzsən. Sən hansı təbəqədənsənsə. Yəni, artıq 21-ci əsrdir, hər nə də Hindistanda hakim idarələr cəmiyyətə inandıra bilmirlər ki, bu kastanı biz o vaxt uydurmuşduq ki. Lazım idi, indi də lazım deyil. Hələ bu cəmiyyətin beyninə o qədər yeriyib ki, bu məsələlər. Hələ, məsələn, sünni şiə məsələsi də bu cür, qardaş. Elə bir şəkildə yeridilib ki, sanki biz elə başa düşmüşük ki, sünnilik, şiəlik, bunlar real şeylərdir. Bunlar real şey deyil ki. Bu məktəbdir, əqidədir, baxış tərzidir. Bunu o qədər sərhədləşdiriblər ki, sünnililəri içərisində parçalayıblar, hətta şiələri belə parçalayıblar, hətta müstehidlərə qədər parçalayıblar. Sən filan müstehidəsən, sən filan. Yəni, biz bir-birimizdən ayırıyıq. Sanki bu mifdir. Artıq hətta insanlar təbliğ etdiyi, bəzən təqlid etdiyi müştehidlə belə fəxr edir. Həqiqətən o. Hətta məzhəblə belə fəxr edir. Mən şiə məzhəblə. Hətta mən eşitmişdim bir dəfə bir türk deyirdi ki, əlhamdülillah ki, Allah bizi şiə xəlq edir. Bu təfəkkürün başına kül olsun ki, sən bu cür düşünürsən ki, əlhamdülillah ki, Allah sənə şiə xəlq edir. Onda bu Allah, əgər Allah budursa, mən Allahı qəbul eləmərəm. Niyə? Çünki niyə Türkiyədəki insanın birinə rəhm edir, şiə doğulur, digərinə sünni və yaxud da ki, Yaponiyada birini buddist doğuzdurur. Ümumiyyətlə, Allah insanlara insan doğuzdurur. Allah insan ümumiyyətlə doğularkən nə şiə doğulmur, nə sünni doğulmur, nə buddist doğulmur, nə xristiyan doğulmur, nə türk doğulmur, nə ingilis doğulmur. Bəs niyə insanlar bu cür fərq edir? Çünki sanki o düşüncə ilə doğulur, sanki o imtiyazla doğulduğunu zənn edir. Ona görə deyir, mən məsələn filan soydanam. Mən bax, bilirsən kimi, biz filan alimin nəslindənik. Biz filan imamın nəslindənik. Seyidlər bir zaman, indi da seyidlər seyidliklə fəxr edəmirlər. Niyə? Çünki artıq cəmiyyətimizdə seyidlik deyilən fəzilət anlayışı qalmadığı üçün. İndi heç kim demir, mən seyidəm. Amma vaxtı ikən, məştəqədə necə ki, o cəmiyyət qəbul edir onu. Amma zaman var idi ki, insanlar seyid olmaqla fəxr edir. Biz filan imamın nəslindənik. Hamımızın da ehtiram gözləyirdik. Bu bəlalar budur. Yəni, insanı
gözünü kör edən, təəssübkeş edən, nəfsinə qapızdıran hamısı bunlardır. Yəni filan kəs sünnüdürsə deməli o düşməndir. Filan kəs şiədirsə deməli o düşməndir. Filan kəs məsələn başqa xristiandırsa deməli o düşməndir. Təbii ki, Allah ki Quranda deyir, xristianlar sizə dost olmaz. O mənada ki, yəni Allah digər ayədə deyir ki, onların içərisində elələri var ki, siz haqqı dediyiniz zaman onların gözlərindən yaş axır. Deyir, onların hamısı belə deyil. Ehtiyatlı olun sadəcə. Yəni sadəcə olaraq ehtiyatlı olun, bəli. Yəni sadəcə olaraq onlar bir siyasətin ardıcadırlar. Onlar bir-birlərinin dostdurlar, sizin dostunuz olmaz. Amma onların içərisində də dostlar var. Nətər oldu ki, yəni Albanlar İslamı qəbul etdilər, Bosniyalılar İslamı qəbul etdilər, Hersegovinalılar İslamı qəbul etdilər. Necə qəbul etdilər bunlar? Deməli bunlar da əvvəl xristian idi, sonra da İslamı qəbul etdilər. Deməli xristianların hamısı eyni cür deyil. Hətta yəhudilərin hamısı eyni cür deyil. Tarixdə nə qədər insanlar olur ki, yəhudi, məsələn İbn Meymun yəhudi olub, sonra İslamı qəbul etdi. Hətta şeyin deməli tələbəsi olub İbn Rüşdün. Böyük şəxsiyyətdir. İslamı elmlərini, teologiyanı əvvəldən axıra qədər oxuyub İbn Rüşdün yanında. Yəni belə şəxsiyyətlər olub. Ona görə də yəni insan həmişə təbliğatın nəticəsində bəzən haqlı və yaxud haqsız, haqlı təbliğatda insanı bu cür yetişdirə bilər. Təbliğatın nəticəsində insanlarla digər əqidə nümayəndələri ilə ön yarğılı davranır. Yəni nətər? Yəni əvvəlcə onlar özünü düşünür. Mən başqasıyam, o başqasıdır. Sonra başlayır ondan nə etməyə? Müqayisələr aparmağa. Fikirləşir ki, tutaq ki, bir alim məsələn, deyir ki, mən bu qədər elmə sahib olmuşam. Amma deyirlər, Fəxri Razi də alimdir. Hələ görüm o nə deyir? Bu nə deməkdir? Yəni onsuz da onun dediklərini mən qəbul etməyəcəksən. Öncədən artıq qəbul etməyəcəksən. Niyə? Çünki sən ki deyirsən ki, mən bu məqama çatmışam. Hələ görüm Fəxri Razi nə deyir? Və yaxud da ki, deyirsən ki, mən bu qədər məqama çatmışam. Görüm hələ Mövlana Cəmaləddin Rumi nə deyir Məsnəvidə? Nə deyir? Bir də var ki, deyirsən ki, Allah haqqı insanların dili ilə çatdırır. Hər insanın dilində bir haqq kəlmə olur. Açaq Məsnəvini görək, burada nə var? Bəzən də olur, biri gəlir sənə deyir ki, Mövləvinin sözləri hamısı küfürdür, şirkdir, oxumuyor. Ömür boyu sən Mövləvini oxumayacaqsan. Və heç vaxt da həmişə də sən ön yarğılı olacaqsan. Deyəcəksən ki, Mövləvi arifdir, filosofdur, onun sözündən qulaq asmaq lazımdır, o insanlara azdırır. Məsələn, bir misal deyim. Ayətullah Burucurdur. Bizim yəni Ayətullah Xoyunun zamanında yaşayan ən böyük müştəhidlərdən biridir, ikisi də. Bunların hələ hansının ələm olması haqqında belə mübahisələr gedir də. Düzdür, indi Burquyu deyirdi ki, o ümumiyyətlə müştəhid deyil. Onun danışıqlarına qulaq asmışam. Bu Burquyu. Deyir ki, ümumiyyətlə müştəhid. Bürcüdə ağa deyir ki, İngilisin qoyduğu adamdır. Mən bilməm nəyə görə deyirdi o sözü. Bürcüdə ağanın belə bir fətvası vardı şeyin əsərləri haqqında. Doktor Əli Şəriətin əsərləri haqqında. Bizdə Doktor Əli Şəriəti sosioloq idi, yəni başqa açıdan məsələlərə yanaşırdı. Amma o da lazımdır. Niyə? Çünki insanlara başqa açıdan yanaşırdı ki, ay insanlar bu tərəfi də görməyə, müxtəlif bucaqlardan məsələlərə baxmağa bacarın. Ayətullah Burucurduya nəsə çatdırmışlar, nəsə fətva sadir eləmiş ki, onun əsərlərini oxumaq günahdır, haramdır. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, sən acizsən. Yəni sən boyda Burucurda acizsən. Sən mənası odur ki, yəni sən gör nə qədər onun əsərlərini cavablandırma gücündə deyilsən ki, oxuma. Əgər qoy oxusun, əgər bir fikir məni azdıracaqsa, deməli mənim gəldiyim əqidəm, qənaat nədir? Elmi deyil də. Deməli mən öz əqidəmdə nəyəm? Sabit qədəm deyiləm. Ki, bir dənə adi bir alimin fikri məni dəyişdirir. Dəyişən alim deyil. Bəli. Məsələn, indi şey var, İbrahim Vektori var, şeydə yaşayır, Amerikada yaşayır. Keyhanşünasdır, yəni astronomiya alimdir, çox güclü alimdir. Onun əsərləri, bəziləri İranda satılır. Amma bu adam şeydir, yəni məzhəbi, dini qəbul etmir. Orada özü deyir ki, bax, mənim əsərimdə filan yerləri çıxardıblar. Bir əsər yazıb, kainatın sirləri. Mövzudan biraz uzaqlaşdıq, amma yəni kainatın sirləri. Deyir ki, orada filan yerləri çıxardıblar. Niyə çıxardıblar? Çünki niyə? Çünki deyir ki, o yerlərdə mən demişəm ki, mənim inandığım, dediyim Allah, məzhəbin dediyi Allah deyil. Mənim dediyim Allah, yəni hər şeyi yaradan bir səbəb var. Amma məzhəbin dediyi Allah sanki bir insandır. Kənardan baxır, görür. Onun fikri oldu. İndi Quran haqqında da bu cür. Deyir ki, Quranın dediyi Allah, Rəbb əslən insana bənzəyir. Yunan filosoflarından birinin bir əsərində mən rastlaşdım, deyir ki, baxın, deyir, biz insanlar
Allahı öz zehnimizə görə təsəvvür edirik və vəsf edirik. Əgər deyir biz heyvanlar və əgər atların ağlı olsaydı, əlləri olsaydı və onlara biz qələm verə bilsəydik, desəydi Rəbbinizi çəkin, onlar da at kimi çəkərdilər. Şirlərə deyir, şirlərin deyir ədli olsaydı və onlara da qələm dəftər verə bilsəydik, şirlər də Allahı şir kimi təsəvvür edəcəkdi. Biz insanlar da deyir, çalışırıq Rəbbi yaradanı təsəvvür edirik, özümüzü necə təsəvvür edirik, o cür təsəvvür. Çox əzəmətli bir sözdür bu. Bunun haqqında düşünməli, bu mənası odur ki, ey insan, sən hey istəyirsən Allaha vəsf eləyəsən, sənin vəsfin Allah deyil. Əli Əleyhisselam deyir ki, Allahın sifəti vermir, burada Allahın sifəti yoxdur. Əslən, zehnimizə gələn heç, onun haqqında zehnimizə nə gəlirsə, فَمَا وَقَى وَحْمُكَ عَلَيْهِ مِنْ شَيْءٍ فَهُوَ خِلَافُهُ وَلَيْسَ اللّٰهِ Sənin zehni və onun haqqında nə gəlirsə, hətta deyirsən, o alimdir. O elm ki, sənin zehnivə gəlir, o da Allahdır. O da Allahın elmidir. Onun haqqında sənin zehni və nə gəlirsə, İmam Sadiq eləsin. وَهُوَ خِلَافُهُ فَلَيْسَ اللّٰهِ Eyni həmin sözü deyir. Həmin Yunan filosofun sözünü deyir. Əslində, o biraz poetik şəkildə ifadə edir. Deyir ki, sanki deyir, biz Allahı özümünküləşdirmişik, insanlaşdırmışıq. Əgər deyir, atların da ağlı olsaydı, onlar da deyir, Allahı atlaşdırardılar. Şirlərin deyil ağlı olsaydı, onlar da Allahı şirləşdirərdiler. Yəni, nə demək istəyir bununla? Demək istəyir ki, Allahı sərhədə salma. Allah insanın zehnindən heç çıxan bir şey deyil. Allahla münasibət qurmağa bu cəhətdən çalışma. Çalışma ki, sən ona dua eləyəndə o da oturub səni bu cür görür. Bu cür fikirləşmə. Sən dua elədiyin zaman da ona sərhəd qoyma. Yəni, zehində düşünmə. İstər-istəməz biz insan zehində düşünərkən nəsə düşünür. Ona görə deyir ki, hər bir insan əslində müşrikdir. Amma bağışlanan müşriklər var, bir də bağışlanmayan müşriklər. Nə? Sən ki, deyirsən ki, İyyəkən nə'budu və İyyəkən nəstə'in, zehnində bir şey təsəvvür eləyirsən. Elə deyilmi? Təsəvvür etdiyin o ola bilər? Heç vaxt ola bilməz. Əslən ola bilməz. Niyə? Çünki sənin təsəvvürün, bizim təsəvvürümüz nə deməkdir? Biz əvvəl məhfum yaradırıq, sonra bizim təsəvvürümüz iki şeydən doğur. Tərifdən və sifətdən. Bir şeyi biz tanımasaq, sifətini bilməsək, təsəvvür edə bilərik? Yox. Bilmədiyimiz şeylərə də məhfum verib, sifət verib. Məsələn, bilmirik cin nədir? Amma təsəvvür edilir, bədihibət bir varlıq kimi təsəvvür edir. Deməli, insan zehindən tanımağa çalışdığı zaman həmişə təsəvvür edir. Qəlibə salır. Allah qəlibə girə bilər. Qəlib nədir? Çərçivə. Dairələrdən biz çıxa bilmirik. Ona görə də bax, bu şey, əxlaqi məsələlər belədir. Yəni, cəmiyyətin bizə aşıladığı elə kibirlər var ki, zaman bizi geri qoyur. Müsəlmanları geri qoyur. Niyə görə geri qoyur? Yəni, özləri üçün lazımsız kibir mənbələri. Mən Qureyşdənəm, mən məsələn filan tayfadanam, mən filan tayfadanam. Yəni, bunlar hamısı nədir? Əslində, kibir mənbəyi olmamalıdır. İnsan bunları düşünməlidir ki, bunlar sırf sosial uydurmalardır. Ama bu uydurmalara uymamalıyım. İnşallah mən tamam başqa ayələr deməyə çalışacaqdım axırda. Onlara vaxt çatmadı. İnşallah gələn dəfə inşallah onları izah edərək.